Hello arkadaşlar, aeroport makyajı. Dəfədir ki, sizə az yatmışam, yuxum yer, ürəyim bular deməyəcəm. Çünki yatmamışam. Tam telefonumu koydum, yatırdım. Mamam çağırdı. Saat 7:20'de uçuşumuz var. İstanbul'a gedirik. Ruh kimi görünməmək üçün makyaj eləyəcək. Nuray, mama və mən gedirik. Üçümüz. 2-3 gündür qripəm. Bayaq qızımın 37 idi. Salam uşaqlar. İşte gidiyoruz. Bir şey demeden. Cavit Bey var. Bizi o aparır. Sağ olsun. Köhnədən uçurmuşuq biz. Biz heç buradan uçmamışıq. Bizəm ki təzədən uçmuşuq. Davamlı olsun. İstanbul'da slayık bir seni. Elimde tutmayan da olmalı. Vurduğum saçımın yəni evin uklat gələmsən də prosta. Artık İstanbulluyuz arkadaşlar. Kanalıma hoş geldiniz. Ben The DJ Cihangir. Bugün bahsediyoruz İstanbul'dayız. Ama hava çok güzel. Otele geldik ama otağımız hazır değildi. Biz 2 nəfərlik otaq vermişdi ama Nuray plansız bir şekilde geldiği için 3 nəfərlik otağa keçirdilər bizi. Otağımız hazır olmadığı için gedirik yemək yeməyə. Ondan sonra qayıdacağıq. Nuray hanım mutlu, Nigar hanım da mutlu. Şimdi biraz uğraşdıq yazmaya. Şimdi bir şey danışacağım. Ama bir de yazma salmaq istəmirəm əslində. Biz oteldən çıxırdıq, kişi də üzümə baxırdı da. Biz sağ ol deyirlər axı da, yəni sağ olun falan. Ben qayıtdım, kişi görüşürüz dedim. Çox utanc verici bir an idi. Kişi də belə, heç bir o şey demədim də. Ümid deyirəm, elə başa düşüb ki, bunlara deyirəm, çox ümid deyirəm. O qədər utanc verici bir an idi ki, sən niyə deyəsən? Yox, cəmaata niyə görüşürüz deyəsən? Görüşürüz. İlk metro deneyimimizə gedirik. Səsim nətər batıb. Tamam arkadaşlar. Yatmışıq ki saat 7'den üzüm gözüm düşüb. Hazırlaşdıq, indi gedirik mola. Bugün hava yağışlıydı, hər bir dənə yağış yağırdı. Kombinimiz bu şəkildədir. Hava çox qəşəngdir. O yağışdan sonraki hava olur, çox qəşəngdir. Tramvaydayıq. Metroya gedirik. Merhaba arkadaşlar, bugün Cevahir'deyiz. Alışveriş elədik. İndi Doyo'da oturmuşuq. Nuray xanım çox təriflədi buranı. Gəlsin məyimi sizə də göstərəcəm. Gel 3 kanal açaq, gəzinti kanalı, gəzək. Rozun deyil olsun. Hayda. Ben üstüme dağlarım. Çok güzel. Hala beğenmedim. Bak yedik. Yaxşı da, onu çok adlandırma. Güzel olan. Burada biraz da böyle kuyruk dadır. Başım geldi. Biraz gereksiz. İsteyim. Yani bir de almaram da ben ürəyim istemem. Merhabalar efendim. Merhabalar. Seyahatiniz nasıl gidiyor? Güzel, çok beğendim. Ben hem Türkçe təhsil alıram, hem de ki artık Türkçe danışmaya karar vermişim. Hello. Good morning arkadaşlar. Kombinim şu şekil çırağına gitmişdik son. Sonra oradaki köye gittik. Orada size bir şey çekmeye çalışmışım ama çok pisiydim. Meydan falan çok pisiydi. Kokoreç yemiştim ilk defa. Ve yani gereksiz bir şeydi biraz.
bir də yemərəm deyə düşünürəm. Dünən daha çox AVM-yə falan getdik. Aldıqlarını da sizə göstərəmədim çünki gəldim. Çox pis gündəydim. Yatdım. Səhər 4-də heç səhər yeməyə düşməmişdim. Hazırlaşdıq və çıxdıq. Hava bugün çox qəşəngdir. Dünən də qəşəng idi, amma dünən səhərin qəşəng idi. Bugün isti qəşəng idi. Yəni Qalata, Taksim falan belə gəzməyi düşünürük. Hər ikisi istəyim görər çəkəcəm. Bizim şalvarımız çırağıydı. Ya xanıma sadəcə başörtüsü. Sən yaxşı yemisən. Tamam yanlış olsun. Merhaba arkadaşlar. O kadar yorulmuşuq ki dəhşətdə. Yəni burada Bakıda da əslində məncə mən çox gəzirəm də. Yəni burada gəzdiyim qədər gəzirəm orada. Sadəcə burada o qədər ayaqlarımız ağrıyır ki, o qədər tezliklə yoruluruq ki, Ayasofyaya getdik. Sonra Qalataya getdik, Taksimə getdik oradan. Oradan da bir kilsəyə getdik. Onda sizə çəkmişəm, şam yandırdıq. Və indi Madoda oturmuşuq. Sizə qrafisini aldıqlarımı göstərəcəm. Bu vlogda sizlə belə oturub söhbət eləməli heç nə yoxdur. Heç vaxt tapa bilmirəm, yer tapa bilmirəm. Otağımız zaten çox balacadır. Yəni 2 nəfərlik otağa elə bir əlavə bir kravat qoyublarmış kimi düşünün. Yəni çox dardır, çox işıqsızdır və normal olaraq sizlər üçün belə bu şəkildə danışıb videolar çəkə bilmirəm. Ona görə biraz bura gələndə nələr olduğunu danışım. İkinci samolyotda çox normal gəldim, çox yaxşı gəldim. Bəlkə də ən rahat samolyot yolculuğum ola bilər. Sadəcə ən sonda mən kasterlə yandırmışdım ki, o mənim düz başıma vurdu alnıma. Mən onu dedik ki, ona görəymiş. Təzyiqdən də üstəlik etkilənmişəm. Samolyot düşəndə buradan bir dənə belə sancı tutdu. Keyidi, bütün belə keymişdi. O dəqiqə mənə ağlamaq tutdu. Elə bugün üzüm zada eləcək, çox pis bir şəkildə. Amma ondan sonra yaxşıydım yəni. Bir də dünən kokoreçdən sonra mədəm çox pis oldu. İlk gəldiyimiz gün biraz çıxdıq, gəzdik. Onda da çox yorulmuşduq. Onda çox bir şey eləmədik əslində. Onda Nişantaşla getdik, amma çox bir mənası olmadı yəni əslində oraya getməyimizin. Nəysə, indi aldıqlarıma baxırıq. Dünən bayağı bir alış-veriş eləmişəm. Gətirdiyim pulumun yarısından da çoxunu istifadə eləmişəm. Yine böyle bir sabitləmə geri almışam. Dodaq yağından almışam. Çox qəşəngdir. Bir dənə də belə gloss almışam. Qəşəngdir, amma bu da yağla eyni etkini verir. Salam dostlar. Biz yerindəcə aldığı məhsulları göstərən o youtuberlərik. Bu vaxtısın aldıqlarıma baxacağıq. 1813 TL pul xərcləmişik. Manat olaraq. A few minutes later. 76 manat. Həm ləkə karşı, həm də aydınlatıcı üz üçün olan kremini almışam. Sebamedin bir dənə belə yüz tonini almışam. Bu şəkildədir. Bir dənə də belə sabununu almışam onu. 80 TL'yə 100 yıkımı almışıq. Çox qəşəng. BB kremini İkinci alışıdır bu arada. Hə, ikinci alışımdır. Birini Nuray gətirmiş Türkiyədən. Sağ ol. Bu şəkildə Marfosun bu fas maskaları 20 TL. Bir də Frudia'nın dodaqlarım çox quruyur. Bunu dünən Xədicəgil almış deyə. Hə, Mən mənim də aldığım buydu, bir də buydu. Bu da bunun içliyidir, qutaranda taxırsınız. Evet, bunları aldım çünki Amma bir dənə söz deyim almaq istəyirlər. Çünki bu təklikdə çox pisdir. Bunun tonalini üstünə eləməlisiniz. Bunun öz bayaq göstərdiyim tonali isə çox qəşəngdir. Yazıq kimi onun ortasına oturmuşum sarma yeri. Yağı dəhşət çoxdur. Dəhşət sadəcə darşın və yağ dadır. Sən də elə YouTube-a. Salam arkadaşlar. Gedirik köftə ekmek yeməyə, köprüyə. Kombinimiz şu şekilde tez aldığım siviti giymişəm, bunu bayağı aldım. Tez giyindim. Hava soyuqdu indi. Gün çox qəşəng idi bugün. Dünən sərin idi, bugün soyuqdu. Nuray'ın o sevimli köftəçi 4-cü gündən sonra gələcəkmiş. Gəldik və acacına qaydırıq. Köftə istəyirdim. Salam arkadaşlar. Bugün səhər yeməyi şokoladlı simitdir. Otelimizin səhər yeməyi çox yaxşı olmadığı üçün simitlə doyuruq burada. Ben pendir istemiştim. Bugün şokolatlısına.
Buradan indi çıxırıq. İçəridə video çəkməyə çox icazə yox idi, amma çalışdığım qədər işlər üçün çəkdim. Çox qəşəngdir. Əgər İstanbula gəlsəz mütləq gəlin. Həm şəkillər çox qəşəngdir, həm içəri çox qəşəngdir. Gəzin, görün. Dolmabahçeyə getdik. Ondan sonra Mısır çarşısını gəzdik. İndi kavurmacıda oturmuşuq, yemək yeyəcəyik. Bir neçə şey almışıq, onları sizə göstərəcəm. Bunlar fincan altlıqlardır, çox qəşəngdir. Bu mənimdir, pişikli çox qəşəngdir. Anahtarlıqlar var idi, bunlar çox xoşuma gəldi. Bu mənim olandı. O biriləri paketi bağlı olduğu üçün onları göstərə bilmirəm. Ayranımız var. Bu da turşumuzdur. Burada təzə şey öyrənmişəm, baxın indi. Bunu çarpaz şəkildə bərk vurursunuz, partlayır. Dağıtmasam əl çəkməyəcəm, oldu. Buranı daha çox bəyəndim, yoxsa bayaqkini o başqa olma başlayım. O yerin üstü gözəlliydi, bu da yerin altında. A few inches later. Çay içməyə gəldiyim dostlar. Kurtkamı bayaq Mısır çarşısında unutmuşam və tramvayda onda yadıma düşdü bura çatanda. Bayaq kəndi şopdan fərqli növlərdə kəndilər yığmışıq. Bunları dadına baxacağıq bir yerdə. Ən sevdiklərimdən bu bebetos olurdu. Məktəb vaxtı çox yeyirdim bunu. Mən normalda marshmallow xoşlamıram. Çox qəşəngdir, amma rənginə, dadına görə qərar verməmişəm. Sarı rozlu qəşəng görünce yedim, limonluymuş bu. Bir de böyle bir şey vardı. Bu geçen frambuaz. Humusumuz da var. Biz bugün çarşıda bütün günü Türkçe danışmışıq. Bugün burada son günümüzdür arkadaşlar. Tabii ki de Xədicə yenə videonun sonunu çəkməyib. En son İstanbul'da bizi balık ekmek yiyərkən görmüşsünüz. İstanbul səfərimiz çox qəşəng keçdi bu arada. Çox bəyəndim. Amma düzün deməliyəmsə, gözlədiyim kimi əsla değildi. Yəni o gözlədiyim effekti ala bilmədim də. Küçələri çox çirkli idi. Məsələn metro falan bizdə daha yaxşı inkişaf edib. Mən heç vaxt elə düşünmürdüm də, çox böyük şəhərdir və daha yaxşı inkişaf etdiyini düşünürdüm orada, amma tam əksinədir. Yolların tıxacı dəhşətli bir haldadır. Türk tapa bilmirsiniz küçədə. Hamısı turistdir. Bir də məsələn insanlar da turistlərə qarşı kobuddular. Biz orada metroda onda bir qadın indi metroya. Turistin də biri çıxırdı. Çıxan turistə yol vermədilər. Bunlar nəsə toqquşdular. Qadın girdi, dayı nə gəldi dedi içəridəki bu turistlərin nə işi var mənim ölkəmdə. Nə falan. Ama Türklerin çok zaten turistleri var. Turistler de ise pul kazandıranlar. Yani o şeylerini biraz sevməli, ama geçen genel olarak gezmək için. Ve bir videonun daha sonuna geldik. İmtahanlarım yaxınlaşır. Ona göre biraz bu aralar olabilir ki videolar geciksin. İmtihana hazırlaşma videoları falan. Genel olarak imtahan videoları falan da paylaşa bilərəm. Mənə biraz bilmək olmur. Yəni xəstə də video çəkə bilirəm. Çox sağlam, çox boş bir vaxtımda video çəkməyə də bilirəm. Amma inşallah sizləri videosuz qoymayacağım. Kanala abunə olub videoları bəyənməyi, paylaşmağı unutmayın.